Salam, hər vaxtınız xeyir. Mən Bahar Qaraxanova. Bugün sizə mühasibatçılıqda və vergi uçotunda tez-tez anlaşılmazlıq yaradan bir mövzudan danışmaq istəyirəm. Bu mövzu hansı ki, Vergi Məcəlləsinin 71.1-ci maddəsi və onun tətbiqinə dair praktiki prosesdən gedir. Bu maddədə ilk baxışda çox sadə görünür. Amma əməliyyat axınına keçdikcə vergi ödəyicilərinin ən çox qarşılaşdığı suallar məhz burada yaranır. Avans qaiməsi nə vaxt kəsilməlidir? Avans qaiməsi nə zaman tərtib olunur? Avans sistemdə nə üçün açıq qalır? Bağlanma aparılmasa nə kimi risklər yaranır? Gəlin mövzunu bütün mərhələləri ilə birgə detallaşdırıb sizə izah edeyim. Ümumiyyətlə 71.1-ci maddə bizdən nə tələb edir? Vergi məcəlləsini açırıq. 71.1-ci maddə bizdən tələb edir ki, mal təqdim edən, iş görən, xidmət göstərən vergi ödəyicisi təqdimatla bağlı elektron qaimənin qanunda müəyyən olunmuş müddətdə tərtib etməlidir. Yəni burada bizim diqqət mərkəzimiz 71.15-12-ci maddədir ki, bu bənd çox açıq şəkildə bildirir ki, bizə avans daxil olursaq, həmin gün elektron qaimə kəsilməlidir. Yəni təqdimat gözlənmədən, məhsul göndərilmədən, iş yerinə yetirilmədən yalnız alınmış avans məbləği üzrə elektron qaimə faktura tərtib olunur. Bu əməliyyatların şəffaf uçotu, ƏDV-nin izlənməsi və vergi nəzarətinin rahat aparılması üçün zəruri mexanizmdir. Yəni ki, avans qaiməsi verildikdən sonra proses dayanmış olmur, məbləğ uçota düşür, lakin əməliyyat bitmiş hesab edilmir. Əməliyyatın yekunlaşması üçün nə etməliyik? Xidmət təqdim etməliyik, iş görməliyik, mal təhvil verməliyik. Bu mərhələdə artıq biz əsas qaimə, faktura tərtib edəcəyik. Amma burada kritik və mütləq əməl olunmalı qayda var. Əgər avans bağlanmasa, sistem onu hələ də istifadə olunmamış kimi saxlayır. Yəni ki, niyə əsas qaimədə bağlamaq lazımdır avans qaiməni? Çünki avans əsas qaimədə bağlanmasa, avans sistemdə açıq qalacaq, alıcı ilə satıcı arasında rəqəmsal uyğunsuzluq yaranacaq, ƏDV hesablaşmasında qeyri-bərabərləşmə baş verəcək, vergi nəzarəti həmin əməliyyatı tam başa çatmış kimi tanınmayacaq və audit və ya kəsişmə yoxlamalarında risk yarana bilər. Bu səbəbdən də vergi məcəlləsi ilə mexanizm müəyyən edib. Yəni necə? Avans sistemdə yalnız əsas qaimə ilə bağlandıqda tam hesablanmış olur. Gəlin bunu real rəqəm üzərindən geniş izah edeyim. Mən Tebessa Construction-dan 7000-lik müqavilə bağlamışam və Tebessa Construction mənə 7000-lik avans ödənişi edib. Və bu avans ödənişinin daxil olunduğu gün mən 7000-lik, 70.000 demişdim, üzrlü sayın, 7000-lik avans qaiməsi tərtib etmişəm. Gəlin baxaq. Mən daxil oluram elektron qaimələrimə. Deməli, sistemdə elektron qaimələr göndərilənlər. Baxın, deməli, 7000-lik mənə ƏDV xaric 7000-lik avans ödənişi edib Tebessa və mən ödənişi etdiyi, avans ödənişi etdiyi gün mən Tebessa Construction-a avans qaiməsi təqdim etmişəm. Hansı ki, alınmış avans ödənişləri barədə elektron qaimə fakturadır. Və indi isə mövcud şəraitdə mən hal-hazırda 5000-lik malımı, xidmətimi Tebessa Construction-a belə deyim, göstərirəm. Bu zaman mən artıq nə edəcəm? 5000-lik əsas qaimə tərtib etməyə hazırlaşacağam. Gəlin baxaq. İlk öncə daxil oluram təqdim etmə, malın, işin və xidmətin təqdim edilməsi barədə elektron qaimə. Burada mənim məqsədim Tebessaya 5000-lik elektron qaimə təqdim etməkdir. Çünki 7000-lik avans ödənişinin 5000-ini artıq mən Tebessaya təhvil vermişəm. Gəlirəm, xidmətimi yazıram. Yazdıqdan sonra adını yazıram.
Ölçü vahidi yazırıq. Miqdar həcmi yazırıq və vahidin satış qiyməti 5000 və mən ƏDV-yə cəlb edildiyim üçün 18%-lə 5000-i cəlb edib əlavə edirəm. Amma mən yenə də sizə xatırladım ki, bu 5000-lik, yəni ƏDV xaric 5000-lik avans, daha doğrusu təqdim etdiyim qaymənin əvvəlcədən avans qayməsini göndərdiyim üçün gəlirəm həmin alınmış avans ödənişləri barədə elektron qayməmi burada əlavə edirəm və 5000-lik, 7000-lik avans qayməmin 5000-lik hissəsini təhvil verdiyim üçün 5000-lik nə edirəm? Avans qayməmin məbləğini bağlayıram. Yəni, burada Tebessa Construction-a açıq məbləğ olaraq 2000 qalacaqdır. Mən bir müddətdən sonra 2000-lik xidməti Tebessa Construction-a göstərdiyim zaman 2000-lik avans qayməsinin də gələcəyəm. Bu hissədən eyni qayda ilə həmin qayməni bağlayacağam. Bu qədər sadə. Ümidvaram ki, işinizə yarayacaq bu video. Əks halda mənlə əlaqə saxlayın, LinkedIn yaxud da Instagram vasitəsilə. Hələlik.